Hər kəsə salam. Bu gün haqqında danışacağım mövzu Azərbaycan ədəbiyyatından olacaq və müraciət etdiyim əsər isə Mirzə Fətəli Axundzadənin Hekayəti Molla İbrahim Xəlil Kimyagər əsəri olacaq. Hansı ki, bu əsərlə Azərbaycan ədəbiyyatında dramaturgiyanın əsası qoyulub və eləcə də bu əsər Azərbaycan ədəbiyyatında yazılmış ilk komediya nümunəsidir. Belə bir sual doğur. Necə oldu ki, Azərbaycan dramaturgiyasının əsası qoyuldu və nə baş verdi ki, Mirzə Fətəli Axundzadə komediya yazdı. Mirzə Fətəli Axundzadə oturduğu yerdə birdən-birə demədi ki, mən indi hal-hazırda durub pyes yazacağam. Əlbəttə ki, yox. Bu sualların səbəbini bilmək üçün iki başlıca nöqtəyə fokuslanmalıyıq. Birincisi odur ki, Azərbaycanda həmin dövrdə mədəni və ictimai-siyasi vəziyyət necə idi? İkincisi də odur ki, ilk komediyanı yazana qədər Mirzə Fətəli Axundzadənin həyatında nələr baş vermişdi ki, o belə bir qərar aldı. Mirzə Fətəli Axundzadə 1812-ci ildə doğulmuşdu. Bu dövrdə isə, yəni 19-cu əsrin əvvəllərində bütöv Zaqafqaziyada vəziyyət elə idi ki, Nadir Şah imperiyası tənəzzülə uğramışdı və kiçik-kiçik asılı ya da yarımasılı xanlıqlar var idi. Bu xanlıqlar Çar Rusiyasından asılı idilər və həmin dövrdə mərkəzi hökumət ucqardakı bu əraziləri gözdən çıxarmışdı. Tam da nəzarət edə bilmirdi. Çünki Napoleon Moskvaya hücum edirdi və müharibə şəraiti var idi Rusiyada. Ona görə də Zaqafqaziyadakı həmin bu xanlıqlar türkün məsəli at oynadırdılar və əhalinin bütün malını, mülkünü ələ keçirdirdilər. Əhali ac-yalavac qalmışdı və cahillik, cəhalət, avamlıq hökm sürürdü. Təhsildən söhbət belə gedə bilməzdi. Ziyalı insanlar demək olar ki, yox idi. Həmin bu vaxtı Zaqafqaziyadakı, Azərbaycandakı ziyalılar yalnızca mollalar idi. Yəni qısacası Mirzə Fətəli Axundzadə tam da belə bir vəziyyətdə dünyaya gəlmişdi. O Şəki xanlığının mərkəzi şəhəri olan Nuxada dünyaya gözlərini açmışdı. Mirzə Fətəlinin atası Təbrizli idi. O Nuxa şəhərinə gələrək ailə həyatı qurmuşdu və beləliklə Mirzə Fətəli dünyaya gəlmişdi. Mirzə Fətəli kiçik yaşlarında olarkən atası bütün ailəsini toplayıb yenidən Təbrizə qayıdır. Ancaq Təbrizə gələndə məlum olur ki, Mirzə Fətəlinin atasının başqa bir ailəsi var imiş və buna görə də Mirzə Fətəlinin anası ikinci qadın olmağı qəbul etməyib. Fətəlini də götürür, yenidən qayıdır Şimali Azərbaycana. Orada əmisinin yanına sığınır. Buna görə də Mirzə Fətəli ana əmisinin, yəni Molla Ələsgərin himayəsi altında böyüyür. Molla Ələsgər isə həmin dövrün savadlı şəxslərindən birisi idi. Mirzə Fətəlinin təhsilinə çox önəm verir. O Mirzə Fətəliyə Quran dərslərini öyrədir, ərəb və fars dillərini öyrədir. Molla Ələsgərin məqsədi o idi ki, Mirzə Fətəlini savadlı şəkildə böyüdüb molla etsin. Buna görə də o Məkkəyə gedərkən Mirzə Fətəlini nəstəlik xəttini öyrənmək üçün Mirzə Şəfinin yanına şagirdliyə verir. Və Mirzə Şəfi hansı ki, Azərbaycan ədəbiyyatındakı həmin o məşhur Mirzə Şəfi Vazehdən söhbət gedir. Mirzə Fətəli Mirzə Şəfinin yanında nəstəlik xətti öyrənməyə başlayır. Ancaq günlərin bir günü Mirzə Şəfi Mirzə Fətəlidən böyüyəndə nə olacağını soruşur, o basic sual və qarşılığında Mirzə Fətəli deyir ki, molla olacağam. Mirzə Şəfi belə bir sual verir. Mirzə Fətəli, sən də o şarlatan və riyakar mollalardanmı olacaqsan? Əlbəttə ki, Mirzə Fətəli bu ritorik sualın mahiyyətini başa düşünür, çünki həqiqətən də savadlı bir uşaq idi və beləliklə bütün fikri dəyişilir. Mirzə Şəfi Mirzə Fətəlinin dünyagörüşünü tamamilə dəyişir. Əmisi Məkkədən qayıtdıqda artıq tamamilə fərqli bir Mirzə Fətəli görür qarşısında.
Və Mirzə Şəfi Mirzə Fətəliyə həmin dövrdə yeni açılmış, rus qəza məktəbində təhsil almasını məsləhət görür və çox israrlarla Mirzə Fətəli əmisini razı salır ki, həmin o məktəbdə təhsil alsın və beləliklə orada təhsilə başlayır. Bu çox uzun çəkmir, çünki Mirzə Fətəlinin yaşı böyük idi və sadəcə olaraq 1 il orada təhsil alır. Ancaq burada o, rus dilini öyrənir və Mirzə Fətəli 22 yaşına gələndə o Tiflisə göndərilir əmisi tərəfindən. Mirzə Fətəli, Tiflisə gələndə artıq burada Qafqaz canişinliyinin dəftərxanasında mütərcim vəzifəsində çalışmağa başlayır və ömrünün axırına kimi əslində orada çalışır. Axır ki, gəldik o həmin əsas suala, necə oldu ki, Mirzə Fətəli Axundzadə bu komediyanı yazmaq qərarına gəldi? Burada 2 başlıca səbəb var. Birinci səbəb o idi ki, 1849-cu ildə Qafqaz canişini Vorontsov Tiflisdə teatr binası tikilməsi ilə bağlı sərəncam imzalayır. Bu sərəncama görə gürcü, erməni və Azərbaycan dillərində əsərlər, teatr əsərləri yazılması üçün komissionlar təşkil olunmalı idi. Çox qısa bir müddətdə gürcü və erməni komissionları işinə başlayır, ancaq Azərbaycan nümayəndəsi kimi heç kim tapılmır. Yeganə bir şəxs var idi, o da Mirzə Fətəli Axundzadə. Və Mirzə Fətəli Axundzadə bu işi öz üstünə götürmək məcburiyyətində qalır və heç bir təcrübəsi olmamasına rəğmən komediya yazır. İkinci səbəb isə o idi ki, Mirzə Fətəli Tiflisə düşmüşdü. Tiflis mühiti çox münbit bir mühit idi ədəbiyyat baxımından. Çünki burada o bir çox gürcü və rus ədibləri ilə tanışlıq əlaqələri qururdu və eləcə də rus ədəbiyyatına çıxışı var idi. Rus ədəbiyyatını oxuyurdu. Gogol, Molière və Şekspir oxuyurdu. Çünki o rus ədəbiyyatı, rus dili vasitəsilə eləcə də Avropaya da çıxış əldə edirdi. Burada Mirzə Fətəli Axundzadə öz ədəbi savadını artıra bilirdi və beləliklə də o bu komediyaları yaza bildi ardıcıl şəkildə. Çünki 1850-ci ildə o ilk komediyanı yazır, hansı ki, bu gün haqqında danışacağım mövzu Hekayəti Molla İbrahim Xəlil Kimyagər. Daha sonra ardıca 5 komediya daha yazır. Bəs Tiflisdə Mirzə Fətəli Axundzadə komediyalar yazarkən Azərbaycan ədəbiyyatında vəziyyət necə idi? Həmin dövrdə azərbaycanlı şairlər İran lirik şairləri olan Sədi və Hafizin təsiri altında yazırdılar. Mətiyyələr qoşurdular varlı şəxslərə. Azərbaycan ədəbiyyatında heç də vəziyyət yaxşı deyildi. Axundov Tiflisdə komediyalar yazarkən ədəbiyyatın yeni formaları ilə, komediya ilə, pyeslə, dramaturgiya ilə nə Azərbaycandakı şairlərin, nə də xalqın heç bir təəssüratı yox idi. Tam da belə bir zamanda Mirzə Fətəli Axundzadə komediyalarını yazdı. Onu da qeyd edim ki, hər bir ədəbiyyatdan başı çıxan insan bu komediyaları oxuyanda görür ki, istər komediyaların məzmunu olsun, mövzusu olsun, istər quruluşu olsun, istər kompozisiya baxımından heç də əksik deyildi. Çox mükəmməl bir şəkildə qurulmuşdu. Bunun səbəbi isə Mirzə Fətəli Axundzadənin qələm təcrübəsi deyildi. Çünki ilk dəfə idi o yazırdı yeni bir janrda. Bunun səbəbi Mirzə Fətəli Axundzadənin istedadı idi. Məhz buna görə Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadənin yeri danılmazdır və çox köklü bir şəkildə o ədəbiyyat dünyamızda var oldu. Mirzə Fətəli Axundzadənin həyatı haqqında danışmışkən, əsər haqqında danışmağa keçməmişdən əvvəl onun son aqibəti haqqında danışmaq istəyirəm. 1878-ci ildə Mirzə Fətəli Axundzadə vəfat etdi. Ancaq xalqı oyatmağa çalışmaq üçün bu qədər əsərlər yazan və Azərbaycan ədəbiyyatının köklü şəkildə dəyişməsinə səbəb olan bir yazıçının ölümü zamanı dövrün Şeyxülislamı onun namazını qılmağa getmədi və onun bir nitqi ilə həmin ərazidəki bütün mollalar Mirzə Fətəlinin cənazə namazını qılmaqdan imtina etdilər. Bununla yanaşı onun nəşini belə xalq qəbirstanlığa aparmaqdan vaz keçdi. Cənazəsinə yaxın duran olmadı. Evdə 3 gün qalan cənazəni ən sonda
Canişin divanxanasının qulluqçuları götürdülər və dəfn etdilər. Bunun səbəbi isə o idi ki, əhali, xalq, avam kütlə onu tamamilə səhv anladı və eləcə də onun əsərlərinin mövzusu din adı altında fırıldaqçılıqla məşğul olan insanların ifşası idi. Avam kütləni oyatmaq üçün onları əsərlərində tipikləşdirərək, ifşa edirdi. Satirik formada onlara gülürdü və bu avam kütlə bunu başa düşəcək səviyyədə deyildilər. Ona görə də Mirzə Fətəli Axundzadəni dinsizliklə ittiham etdilər və ondan tamamilə üz çevirdilər. Hətta onu da qeyd edim ki, həmin dövrdə yaşayan müsəlmanlar Mirzə Fətəli Axundzadənin əsərlərini yandırmağı savab kimi qəbul edirdilər. Keçək əsərin məzmununa. Deməli, əsər nuxulların arasına bir xəbər yayılması ilə başlayır. Belə ki, xəbər yayılıbdır ki, Molla İbrahim Xəlil adlı bir şəxs misi gümüşə çevirə bilir və o Tiflisə gedərək kimya elmini öyrənmişdir və misi nə cür gümüşə çevriləcəyini bilir və o tezliklə Nuxa şəhərinə gələcək. Bu nuxulların arasında bir çaxnaşma salıbdır, hamısı yığışıbdır bir yerə, bir məclisə və söhbət eləyirlər və onlar demək olar ki, hər biri müflisləşmiş şəxslər idi. Hamısı mülkədarı belə müflis idi. Həkimi, zərgəri və yaxud da ki, başqa sənətlə məşğul olan şəxslər belə tamamilə pulsuzlaşmışdılar. Və buna görə də çox asan bir yolla pul qazanmağın yollarını axtarırdılar və belə bir anda misdən gümüş hazırlanması xəbərini eşitmək əlbəttə ki, möcüzəvi görsənirdi və fantaziya dünyalarını rəngləyirdi. Pulsuz qalmış nuxullar başlayırlar ki, görək hardan pul tapa bilərik, kimdən borc ala bilərik. Belə qızğın söhbətlərin ortasında məclisdə Hacı Nuru da əyləşmişdi ki, hansı ki, əsərin müsbət qəhrəmanı və əsərdəki ziyalı obrazı olan şair Hacı Nuru. Nuxulular qayıdır Hacı Nurudan soruşur ki, Hacı Nuru, bəs sənin fikrin nədir? Sən nə düşünürsən bu haqda? Sən elm sahibi, ağıllı bir insansan. Hacı Nuru əlbəttə ki, bu fikrə qarşı çıxır və bildirir ki, bu fırıldaqçılıq kimi bir şeydir. Sizə hansısa bir kimyager və onun iksiri lazım deyil. Əgər siz öz sənətinizi doğru düzgün icra edə bilsəniz, zaten siz belə bir vəziyyətdə olmarsınız. Bütün nuxullara bu söz təsir edir və hər biri qayıdır ki, Hacı Nuru, sən nə danışırsan? Hacı Nuru qeyd edir ki, sən mülkədarsan, ancaq torpağı əkmək, becərmək və işləmək əvəzinə gedirsən ona buna qoşulursan, dava-dalaş salırsan və sürgün olunursan və beləliklə müflisləşirsən və yaxud da ki, həkimə deyir ki, sən həkimsən, ancaq həkimlik haqqında heç bir şey öyrənməmisən belə. Sənin ucbatından bir qəbirstanlıq dolusu ölü insan var. Ya da zərgərə deyir ki, sən zərgərsən, amma sənin yanına neçə dəfə insanlar gəlib zinət əşyası düzəltdirmək üçün, ancaq sən qızılın içinə başqa maddələr qatmısan. Buna görə də artıq sənin yanına heç kim gəlmir və beləliklə Hacı Nuru bütün nuxulları ifşa edir. Bu sözlər nuxullara pis təsir edir, ancaq qulaqlarını qapıyırlar. Səbəb isə o idi ki, Hacı Nuru onlara çətin bir yol göstərirdi işləmək, çalışmaq və beləliklə vəziyyətdən çıxıb yenidən ayağa qalxmaq. Ancaq digər bir tərəfdə isə Molla İbrahim Xəlil var idi, hansı ki, çox asan yoldan pul qazanmaq xəyalını onlara satmışdı. Və beləliklə məclisdəki heç kim Hacı Nuruya əhəmiyyət vermir və hər biri çıxır gedir Mirzə İbrahim Xəlilin hüzuruna. Ancaq nuxullar gəlməmişdən əvvəl Mirzə Fətəli Axundzadə bir priom işlədərək Molla İbrahim Xəlili öz dili ilə ifşa edir. Yəni tipin öz dili ilə ifşası. Belə ki, Molla İbrahim Xəlil öz düşərgəsində olarkən köməkçisi olan Molla Həsənlə danışdığı zaman qeyd edir ki, nə badə ki, nuxullar gələndə onları mənim hüzuruma birbaşa olaraq çıxarasan. O qeyd edir ki, nuxullar gəldiyi zaman de ki, Molla İbrahim Xəlil 3 günlük inzivaya çəkilibdi.
yəni Bəniadəm üzü görməməlidir. Molla Həmid soruşur ki, ağa, bəs birdən Nuxulular pulları götürüb çıxıb gedərlər və biz də əliboş qalarıq? Molla İbrahim Xəlil qeyd edir ki, narahat olma, mən Nuxuluları çox yaxşı tanıyıram. Çünki kimyagər artıq Nuxuluların psixologiyasına bələd idi. Buna görə də bilirdi ki, onlar asan yoldan pul qazanmaq üçün hər şeyi edəcəklər. Nuxulular gəlir Molla İbrahim Xəlilin hüzuruna, ancaq Molla Həmid, yəni kimyagərin köməkçisi onlara icazə vermir və buna görə də uzun bir müddət Nuxulular orada qalıb kimyagəri gözləyirlər. Müəyyən bir müddətdən sonra Molla İbrahim Xəlil öz heybətli cüssəsi ilə Nuxalların içinə daxil olur. Özünü elə göstərməyə çalışır ki, sanki hər kəsin ona ehtiyacı var. Fərqli şəhərlərdən insanlar ona sifariş veribdilər, pul ödəyibdilər və onların işlərini görməlidir. Nuxalların işi isə sanki cüzi pulla oynamaq kimi bir şeydir. Ona görə onlara əhəmiyyət verməməyə çalışır. Ancaq Nuxallar yalvarır, yaxarır, axır ki, Molla İbrahim Xəlili razı salır ki, onların da işini görsün. Və Molla İbrahim Xəlil qeyd edir ki, yaxşı, sizin işinizi görəcəm, indi isə gedin və 30 gündən sonra gələrsiz. 30 gündən sonra Nuxollar gəlir görürlər ki, Molla İbrahim Xəlil iş başındadır, nəsə bir şeylər edir. Yəni özünü elə göstərir ki, sanki müəyyən bir prosesin ortasına gəlib çıxıblar Nuxlular. Və Nuxulları görəndə Molla İbrahim Xəlil yerindən qalxır və qışqırır ki, siz nə etdiniz? Mən sizə demişdim ki, 30 gün keçsin, sonra gələrsiz. Yəni 31-ci gündə gələrsiz. Ancaq siz indi gəldiniz və mənim iksirim öz təsir gücünü itirəcək. Çünki Bəniadəm üzü gördü. Və Nuxullar təəccüb içində qalırlar və yalvar-yaxarla deyirlər ki, ağa, de görək nə edək, bəlkə başqa bir çarəsi var. Bu zaman Molla İbrahim Xəlil qeyd edir ki, əslində bir çarəsi daha var. Kitabda qeyd olunubdur ki, əgər iksir hazırlanarkən yad bir insan gəlsə həmin an, o zaman onlar gərək qalsınlar proses tamamlanana qədər bir şərtlə ki, meymun haqqında düşünməməlidirlər. Və Nuxullar gülür, deyir ki, ağa, bundan da asan bir şey ola bilərmi? Bizim meymun nəyimizə lazımdır? Niyə görə meymun haqqında düşünək? Və Molla İbrahim Xəlil öz işi ilə məşğul olarkən birdən yerdən ahıltılar, ufultular gəlir. Çünki bütün Nuxullar meymun haqqında fikirləşirdilər. Və bu zaman Molla İbrahim Xəlil gizlicə nəsə qaynayan bir maddənin içinə bir şey atır və anidən partlayış baş verir və ayağa qalxır, deyir ki, gördünüzmü, siz meymun haqqında fikirləşirsiniz, ona görə də bu iksir tutmadı. Və beləliklə onları qovur oradan və qeyd edir ki, gedin 30 gündən sonra gələrsiniz. Və əsər tamamlanır. Əlbəttə ki, o artıq pulları götürüb aradan çıxmış olacaqdı. Bu əsəri yazarkən Mirzə Fətəli Axundzadənin məqsədi xalqa öz düşmənini əyani şəkildə səhnədə göstərmək və bu cür fırıldaqçılığa, haqsızlığa və rəzalətə qarşı xalqda nifrət oyatmaq idi. Bu komediya çürüməkdə olan ictimai quruluşa qarşı çevrilmişdi və tam zamanında yazılmış bir satirik əsər idi. Biz əsərin qəhrəmanlarına baxsaq, əsərin müsbət qəhrəmanı Hacı Nurudur ki, xalqı oyatmağa çalışır. Əsərin mənfi qəhrəmanı isə Molla İbrahim Xəlil kimyagərdir ki, o cəmiyyətdəki savadlı, ancaq savadını fırıldaqçılıqda istifadə edən insan idi. Mənə görə bu əsərdə ortaya qoyulan konfliktin iki tərəfi var. Birincisi Molla İbrahim Xəlildir, digəri isə Nuxululardır. Çünki bir tərəf cəhaləti təmsil edir, digər tərəf isə bu cəhalətdən istifadə edib manipulyativ yolla o kütləni aldadan şəxsi təmsil edir. Əsər dramatik növün komediya janrındadır və yeni dövr Azərbaycan ədəbiyyatının maarifçi realizm dövründə yazılmışdır. Yaradılmış obrazlar və həmin obrazların nitqi həmin bu dövrdəki xalqın nitqi ilə tamamilə səsləşir. Yəni burada nə demək istəyirəm? Mirzə Fətəli Axundzadə bu obrazların nitqini çox səlis,
təbii və həmin dövrdəki nitqə uyğun şəkildə yazmışdır. Əsərdə yaradılmış ziyalı, molla, mülkədar obrazlarının nitqi ya da ki, cahil xalqın nitqi həmin dövrdəki real sosial təbəqənin nitqinə tamamilə uyğun formadadır. Əsərin məzmunu ilə tanışlıqdan sonra belə bir sual doğur. Mirzə Fətəli Axundzadə bu əsəri yazanda hardan qaynaqlanmışdı? Hansı materiallar ona ilham vermişdi? Buna dair bir neçə versiya var. Bunlardan biri odur ki, Mirzə Fətəli Axundzadə Nikolay Gogolun Müfəttiş əsərindən ilham almışdır. Həqiqətən də bu əsərin mövzusuna baxdıqda, məzmununa baxdıqda görəcəyik ki, oxşarlıqlar var. Belə ki, bu əsərdə göstərilir ki, şəhərdəki məmurların arasında şəhərə müfəttiş gələcəyi xəbəri yayılır. Hər kəsə çaxnaşma düşür ki, müfəttiş gələcək və onların rüşvətxorluqla məşğul olduğunu biləcək. Ona görə də ona da rüşvət verməyi əvvəlcədən planlaşdırırlar. Ancaq şəhərə çox gənc bir şəxs gəlir, hansı ki bu şəxs borcun içində batan bir sıradan bir gənc idi. Amma şəhərin məmurları elə düşünürlər ki, bu elə həmin o müfəttişdir və o gənci çox yaxşı qarşılayırlar, ona ziyafətlər verirlər, ona rüşvətlər verirlər, pul verirlər, yedirirlər, içirirlər və həmin bu gənc şəxs isə əvvəlcə başa düşmür, daha sonra fərqinə varır ki, ortada bir yanlış anlaşılma var. Ancaq səsini çıxartmır və ona qarşı olunan həmin bu yaxşı, xoş rəftarı qəbul edir, bütün hədiyyələri qəbul edir. Bir neçə müddətdən sonra isə bir məktub yazır, çıxır gedir və həmin məktubda hər kəsi necə aldatdığı haqqında çox açıq yazırdı. Bu əsərin ideyası o idi ki, cəmiyyətdəki korrupsiya və rüşvətxorluq halları tənqid olunurdu. Ancaq eləcə də bu əsərin Molla İbrahim Xəlil Kimyagər əsəri ilə ortaq tərəfi o idi ki, insanlar cahillik ucbatından və qorxu səbəbi ilə çox tez aldana bilirlər və bu da fırıldaqçı insanlar üçün əlverişli bir şərait yaradır. Əbdürrəhim bəy Haqverdiyev isə Mirzə Fətəli Axundzadə haqqında yazdığı məqalədə qeyd edir ki, o bu əsəri yazarkən Malyerin Tartüf əsərindən ilhamlanmışdır. Bu əsərdə də Tartüf adlı bir şəxs bir ailənin içinə gəlir və özünü tamamilə fərqli bir insan kimi təqdim edir. Sanki çox alicənab, savadlı bir şəxsdir və bütün ailənin rəğbətini qazanır, hansı ki bu ailə çox zəngin bir ailə idi və hətta ailənin başçısı öz qızını Tartüflə evləndirmək istəyir. Zamanla Tartüf bütün ailənin içinə çaxnaşma salır, bütün ailə münasibətlərini demək olar ki, məhvə doğru aparır. Ən sonunda nəhayət ki, Tartüfün üzü açılır və o ifşa olunur və ailə öz düzəninə geri qayıdır. Göründüyü kimi burada da kör-körənə formada bir insana inamın təhlükəsi göstərilir. Ancaq mən deyərdim ki, Molla İbrahim Xəlil Kimyagər əsəri ilə məzmun baxımından oxşarlıq təşkil edən başqa bir əsər daha var. Bu isə şifahi xalq ədəbiyyatından olan, yəni bir ərəb nağılından gəlir. Gəlin qısaca bu ərəb nağılının da məzmununu sizə danışım, çünki çox maraqlıdır. Belə ki, günlərin bir günü bazarda bir kişi əlində mücrü ilə dayanır. Bu mücrünün içində qalay və cürbəcür qurudulmuş otlar olur və gəlib keçinə bildirir ki, əgər siz bunları alsanız, həmin bu qalaydan qızıl hazırlayacaqsınız. Bu satıcının yanından Əhməd adlı bir şəxs keçir. Əhməd dayanır və soruşur ki, necə yəni, necə hazırlanacaq? Satıcı isə qeyd edir ki, qalayı qoy küplərin içinə və həmin o küpü odun üstündə qaynat. Qala içəridə qaynayanda üzərinə biraz qurudulmuş otlardan səp və zamanla sən görəcəksən ki, həmin o qalaydan qızıl yaranır. Əhməd sevincək formada tez hamısını alır və üz tutur ki, evə getsin. Birdən arxadan satıcı qışqırır, qayıdır ki, dayan, dayan, bir şey daha var. Sən o qalayı qaynadarkən çalış, oynayan ağ ayı haqqında heç nə düşünmə. Əhməd gülür və deyir ki, mən nəyə görə oynayan ağ ayı haqqında düşünüm? Və yoluna davam edir, gedir evə, başlayır həmin o qalayı qoymağa küpün içinə, qaynatmağa başlayır. 1 saat keçir, 2 saat keçir, bir səs soraq gəlmir. Əhmədin yoldaşı, uşaqları gəlir yanına, deyir ki, bəs nə oldu? Əhməd deyir ki,
Mən həyatım boyu heç vaxt heç oynayan ağ ayı belə görməmişəm, amma indi isə hara baxıramsa oynayan ağ ayı görürəm. Yəni gördüyünüz kimi bu ərəb nağılının məzmunu çox daha oxşuyur Molla İbrahim Xəlil Kimyagər əsərinə və biz burdan başa düşürük ki, bu motiv, yəni aldatma motivi dünya ədəbiyyatında çox yayılmış bir motivdir. Mirzə Fətəli Axundzadə Qərb ədəbiyyatından faydalandığı kimi Şərq ədəbiyyatından da ilhamlanmışdır. Digər bir nüans isə odur ki, bəs yaxşı, adi metaldan gümüş ya da qızıl kimi qiymətli metal yaratmaq ideyası hardan gəlir? Bu ideya tarixi, fəlsəfi anlayış olan fəlsəfə daşından gəlir. Yəqin ki, fəlsəfə daşını Harry Potter izləyənlər bilərlər ki, orada fəlsəfə daşı uğrunda mübarizə gedirdi. Ancaq onu qeyd edeyim ki, fəlsəfə daşı həqiqətən də bir inanc olaraq həm Qərbdə, həm də Şərqdə tarixən mövcud olmuşdur və insanlar buna inanırdılar ki, əgər onlar fəlsəfə daşını tapsalar, həm ölümsüzlüyə sahib olacaqlar, həm də adi metalı qızıla çevirə biləcəklər. Şərqdə və Qərbdə fəlsəfə daşına inanc biraz fərqli olmuşdur. Yəni necə? Qərbdə tam olaraq fiziki formada, həqiqətən də adi bir metalın qızıla çevriləcəyi inancı var idi. Ancaq Şərqdə isə insanlar düşünürdülər ki, əgər daxilən bir kamilliyə çatsa insan, o zaman metalı qızıla çevirə bilər. Misal üçün Abbasilər dövründə yaşamış məşhur kimyaçı olan Cabir İbn Xəyyama görə bir insan əgər daxilən öz nəfsini təmizləsə, o zaman həqiqətən də quruluşunu qızıla çevirə bilərdi. Hətta biz sufi poeziyada da fəlsəfə daşına bir simvol kimi çox tez-tez rast gəlirik. Burada isə o daha çox insanın özünü qızıla çevrilməsi kimi başa düşülür. Ümumiyyətlə fəlsəfə daşına inanc müəyyən qədər qədim zamanlarda başa düşülən bir hal idi. Çünki qədim dövrün insanları kimya elmini bilmirdilər və onların təxəyyülünə görə metallar ya natamam olurdular, misal üçün qurğuşun, ya da tam halına gəlirdilər və daha dəyərli metala çevrilirdilər, qızıl. Onlar elə bilirdilər ki, metallar inkişaf nəticəsində adi metaldan mükəmmələ doğru çevrilir və elə düşünürdülər ki, əgər təbiət bunu yavaş-yavaş edə bilirsə, bu prosesi insan daha tezləşdirə bilər. Hətta Avropa saraylarında krallar kimyagərləri saraylarında saxlayırdılar. Onlara fəlsəfə daşını tapmaları üçün külli miqdarda sərmayə ayrılırdı. Bu cür kimyagərlərin ən məşhuru isə Nicholas Flamel idi ki, bunun adını da Harry Potter'da yəqin ki eşitmiş olarsınız. Ancaq bu şəxs tarixən mövcud olmuş bir şəxsdir və hətta onun fəlsəfə daşını tapdığı, artıq ölümsüz olduğu, hal-hazırda aramızda yaşadığı şayələri də var. Zaman keçdikcə 17-ci, 18-ci əsrlər gəldikcə, artıq kimya elmi inkişaf etdikcə insanlar başa düşdülər ki, elementlərin dəyişməsi mümkün deyil. Beləliklə fəlsəfə daşına olan inanc öldü. Kimyagərlər artıq ələ salınmağa başladılar və kimyagərlik bərabər oldu fırıldaqçılığa. Tam da həmin bu zaman idi ki, Mirzə Fətəli Axundzadə kimyagərliyi ifşaladı. Bunların hər biri ədəbiyyatda gördüyümüz hekayələr idi. Bir də işin reallığı var. Belə ki, real olaraq tarixdə belə bir fırıldaqçılıq halı baş vermişdir, həm də dövlət səviyyəsində. Deməli, orta əsrlərdə və Renessans dönəmində Venesiya şəhər dövləti özünün ən parlaq dönəmini yaşayırdı. Bu şəhər dövləti Avropanın ən zəngin şəhəri idi. Ancaq 16-cı əsrdə iqtisadi məsələlərə görə bu vəziyyət tamamilə dəyişdi. Şəhər tamamilə müflisləşdi. İnsanlar bankrot oldu, banklar batdı. Belə bir kəskin düşüşün yaşanması şəhər əhalisi üçün alçaldıcı idi. Venesiyalılarda belə bir düşüncə var idi ki, sanki şans tanrısı onlarla oyun oynayır və bir gün bu oyundan vaz keçəcək və hər kəs yenidən əvvəlki firavan günlərinə geri qayıdacaq. Tam da belə bir zamanda
1589-cu ildə Braqadino adlı bir şəxsin şəhərə gəlişi haqqında ətrafda xəbər gəzməyə başladı. Hər kəs danışırdı ki, Braqadino elə bir maddəyə sahibdir ki, o müəyyən bir qızılı qat-baqat artığına çevirə bilir. Bu xəbər hətta gəlib saraya çatdı. Venesiya senatı Braqadinonun bütün xərclərini qarşılayaraq onu saraya gətirmək qərarı verdi. Dövlət səviyyəsində Braqadinoya dəvət məktubu göndərildi. Nəhayət o Venesiyaya gəldi. Onun şərəfinə çoxlu ziyafətlər verildi, ona bahalı hədiyyələr verildi, hətta ona saray verildi. Bütün şəhər əhalisi gözləyirdi ki, Braqadino öz prosesinə başlayacaq və qızıl istehsal edəcək. Ancaq aylar keçirdi və Braqadino heç bir şey etmirdi. Ondan soruşan olanda o isə deyirdi ki, bu maddə elə bir maddədir ki, mən gözləyirəm. Nə qədər çox gözləsən, o qədər də daha artıq qızıl əldə edəcəksiniz. Əgər biz hətta 7 il gözləsək, biz xəzinədəki bütün qızılları 30 qatına çıxara biləcəyik. Şəhər əhalisinin yarısı ona inandı, yarısı isə inanmırdı, çünki düşünürdü ki, burada nəsə tərs bir şeylər baş verir. Braqadino isə çox qürurlu bir insan idi. Ona görə də yaranmış bu ittihamlar və inamsızlığa görə o şəhəri tərk etmək qərarına gəldi. Ancaq nəticədə aylarla o sarayda yaşayaraq insanların pulunu və bahalı hədiyyələrini qəbul etmişdi artıq. Bu məsələnin altında yatan həqiqət isə o idi ki, Braqadino şəhərə gələcəyi xəbərini göndərməmişdən əvvəl bir neçə müddət Venesiyada yaşamışdı və bu şəhərin çöküşünü, insanların ümidsizliyini və insanların qeyri-adi bir şeyin gəlib onları bu durumdan xilas edəcəyi inancını görmüşdü. Belə insanları aldatmağın çox asan olduğunu başa düşürdü. Çünki insanlar inanmaq istəyirdilər və Braqadino onların fantaziyalarının kimyagəri idi. Braqadinonun gücü həmin o insanların içində kök salan fantaziyanın gücündən qaynaqlanırdı. Əgər Braqadino Venesiya şəhərinin iqtisadi çöküşünün altında yatan səbəblərlə və bunu düzəldə biləcək çətin bir həll yolu ilə gəlsəydi, heç kim ona əhəmiyyət belə verməyəcəkdi. İndi siz özünüz təsəvvür edin kütlə üzərindəki gücü. Tam da bu güc Molla İbrahim Xəlilin Nuxullar üzərindəki gücü idi. Son olaraq onu deyim ki, bütün bu real və ədəbi hekayələrdən çıxarılacaq bir dərs var. Bu dərs isə odur ki, çox vaxt insanlar real həyatdakı çətinliklərdən qaçırlar və fantaziyalara sığınırlar. Bu cür insanların fantaziyaları ilə oynamaq böyük bir güc gətirə bilər. Bu güc həm kontrol gücü olur, həm də fırıldaqçıların istifadə edə biləcəyi bir güc ola bilər. Bu gücü tarixən siyasilər və fırıldaqçılar çox gözəl istifadə ediblər. Və məhz buna görədir ki, mənə elə gəlir bu əsər hələ də aktualdır. Çünki məsələ fəlsəfə daşı ya da adi metallı qızıla çevirmək deyil. Məsələ insanlar üzərində güc və kontrol əldə edib ondan yararlanmaqdır. Fırıldaqçılıq tarixən mövcud olmuş bir reallıqdır. Ona görə də özümüzü bu cür insanlardan qoruyaq. Mənə elə gəlir ki, sonda hər hansısa bir mesaj verməyə ehtiyac yoxdur, çünki danışdıqlarımın hamısı müəyyən bir mesaj verən hekayələr idi. Əsas odur ki, bu gün mən Azərbaycan ədəbiyyatındakı ilk komediya haqqında sizə danışdım və haradan qaynaqlandıqlarını sizə müəyyən qədər göstərməyə çalışdım. Videonu axıra qədər izlədiyinizə görə təşəkkür edirəm. Gələn görüşlərədək.